Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi hazırda yaxın şərqdə davam edən müharibə fonunda Azərbaycan vətəndaşlarının təxliyə prosesi aparılır və bununla bağlı olaraq Birləşmiş Ərəb Əmirliklərinə köməksiz vəziyyətdə qalan vətəndaşlarımızın təxliyəsi ilə bağlı işlər görülür. Elə ən son informasiyaya görə dediyiniz kimi biz hazırda Heydər Əliyev adına beynəlxalq aeroportdayıq və burada elə yaxın dəqiqələrdə, irəliləyən dəqiqələrdə Muscat, Oman Sultanlığının Muscat şəhərindən gələn vətəndaşların təxliyəsi prosesi gerçəkləşdiriləcək. Həmin şəxslər dediyimiz kimi məsələ müraciət ünvanlayıblar. Bizim Birləşmiş Ərəb Əmirliyində yerləşən səfirliyimizə və Dubaydakı konsulluğumuza müraciət ünvanlayıblar. Həmin şəxslərin adları qeydə alındıqdan sonra siyahıya alınıblar və növbəli şəkildə onların Oman hava limanına gəlişi təmin olunub. Bundan sonra həmin şəxslərin dediyimiz kimi artıq səhər saatlarında onlar yola düşüblər və irəliləyən dəqiqələrdə həmin şəxslərin elə təyyarəsi az sonra eniş edəcək. Onunla bağlı da informasiyaları diqqətinizə çatdıracaq. 200-ə yaxın vətəndaşın dediyimiz kimi təxliyəsi başlayacaq. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin üzərində bu yerdə, bu istiqamətdə çox iş düşür və Bakı, daha doğrusu yenə Muscat, Bakı, Muscat bu reys üzrə, marşrut üzrə hərəkət edən Boeing 787 Dreamliner təyyarəsi az sonra irəliləyən dəqiqələrdə eniş edəcək və Azərbaycan hazırdan səmasında Azərbaycan milli aviadaşıyıcımız olan Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti dediyimiz kimi bu yerdə çox iş görür və irəliləyən dəqiqələrdə təyyarə eniş edəcək. 200-dən çox şəxs vətəndaş təxliyə ediləcək. Burada həm Azərbaycan vətəndaşları da var, həm də Azərbaycan vətəndaşlığı alan xarici şəxslər də var ki, onların da dediyimiz kimi enişi təxliyəsi gerçəkləşdiriləcək və Xarici İşlər Nazirliyinin də buna bağlı məlumatı var idi ki, Əbu Dabidə və Dubayda köməksiz vəziyyətdə qalan şəxslər təxliyə edilirlər. Az sonra təyyarə eniş edəcək. Onunla bağlı informasiyaları diqqətinizə çatdıracaq. Hələlik bizdən bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə ətraflı məlumat üçün. Ərazidə olan əməkdaşımız Rəqsanə İbrahimzadə versin. Rəqsanə, səni yenidən salamlayırıq və istərdik ki, son görüntüləri və informasiyaları təqdim edəsən. Bəli Gülşən, bayaq da söylədiyim kimi hazırda elə təyyarə eniş edir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Əbu Dabi şəhərlərində qalan vətəndaşlarımızın Azərbaycana növbəti təxliyə prosesi artıq gerçəkləşir. Təyyarə elə indi yerə eniş etdi. Heydər Əliyev beynəlxalq aeroportundayıq biz və elə Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyimizin və Dubay şəhərindəki baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşların siyahıya alınması keçirilib diplomatik nümayəndəliklərdə və həmin şəxslər Oman beynəlxalq hava limanına gəliblər, gətiriliblər xüsusi avtobuslar vasitəsilə və orada da dediyimiz kimi elə həmin şəxslər hava limanı təyyarəyə yerləşdirilib və indiki məqamda da Heydər Əliyev adına beynəlxalq aeroportuna eniş edir. Və dediyimiz kimi bu 195 nəfər Azərbaycan vətəndaşıdır, biri Türkiyə vətəndaşıdır, ikisi isə Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşlarıdır ki, onlar elə məhz bu Boeing 787 Dreamliner təyyarəsi vasitəsilə Heydər Əliyev adına beynəlxalq aeroporta eniş edir. Və dediyimiz kimi 200-ə yaxın vətəndaşın Heydər Əliyev adına beynəlxalq aeroporta hazırda təxliyəsi gerçəkləşdiriləcək. Təyyarə ilə hazırda siz həmin kadrları canlı izləyirsiniz. Təyyarə eniş etdi. 200-ə yaxın vətəndaş təxliyə edilir. Onlardan 195 Azərbaycan vətəndaşıdır, biri Türkiyədir, ikisi isə Azərbaycanda yaşayış icazəsi olan xarici vətəndaşlardır.